İki qorxudan birini seçməlisən. Ya Allahdan qorxursan, başqa heç bir gücdən qorxmursan, ya da ki Allahdan qorxmursan, bütün güclərdən qorxursan. Bu niyə belə olur? Ona görə ki, Allahdan qorxan insan, Allaha inanan insan bilir ki, ən güclüsü Allahdır və ən güclüsü onu müdafiə edir. Ən güclünün müdafiəsinə güvənən insan digər güclərdən qorxmaz. Bilir ki, Allah onu qoruyur, Allah onun mükafatını bu dünyada və yaxud axirət dünyasında ya da hər iki dünyada mütləq verəcək. Və o itirməkdən qorxmur. Çünki bu dünyada itirsə də onun axirət dünyası var. Amma Allahdan qorxmayan insan başqa bütün güclərdən qorxacaq. Çünki onun güvənəcəyi, söykənəcəyi bir qüvvə yoxdur, bir güc yoxdur. Ancaq özünə güvənir və özündən güclü olanlardan mütləq qorxmalıdır. İkincisi də ki, o itirməkdən qorxur. Çünki onun bu dünyadan başqa gedəcəyi bir yeri yoxdur. O axirətə inanmır. Ona görə də bu dünyada hər bir şey onun üçün dəyərlidir və o itirməkdən qorxur. Bu qədər.